Şanslıysan Dolça bürcü, Dolça ve yükselen Dolçalar retro dönemini en asan atlatası bürcülərdən birisi demeyim təki sənsən. Bəli, bu retro dönemi, bu arada Merkür retrosunun ne olduğunu bilmeyenler için YouTube kanalımda kırmızı qapaqlı bir video, şəkilli bir video hazırlamışam. Oradan baxa bilərsiniz Merkür retrosu nədir? Dolça ve yükselen Dolça bürcüləri üçün bu xərçəng bürcündə olacaq retro həyatınızın biraz pərdə arxası, günlük rutinlər, günlük işlər, içsel təmizlik bu kimi alanlarınızı biraz hərəkətləndirəcək və bundan əlavə olaraq zihinsel və intellektual olaraq belə mərkəzdə olan mövzulara, yəni hər kəsi əlaqədar eləyən mövzulara daha çok fokuslanacaqsınız və öz içinizdə günlük həyatınıza biraz daha necə deyim önəm verəcəksiniz. Yəni bu retro əslində Merkuri bürcündə olur və retro deyəndə hər kəs deyir Merkuri gerilir falan filan. Düzdür, Merkurun təsirləri həddindən artıq ağırdır. Yəni bir dənə müsbət təsiri var. O da keçmişlə bağlı işləri tamamilə həll etmək və bitirməkdir və s. Bundan əlavə bütün yönləri çox da pozitiv bir yönlər deyil retroların. Heç kəs tərəfindən sevilmir retrolar. Və bu retro sizin Merkür retrosu Əkizlər bürcünün necə deyim, idarə edici planetidir və siz də bir hava ünsürüsünüz. Bundan əlavə bunda qeyd edim ki, retrolar ildə fərqli, təbii ki də fərqli təsirlərlə ildə 2-3 dəfə olur. Hətta üzr istəyirəm 3-4 dəfə olur və bu dəfəki retro xərçəng bürcündə hərəkətini 29 iyun tarixindən 24 iyul tarixinə qədər davam elətdirəcək və bu retronu belə ümumiyyətcə mən bütün planetlərin, bütün bürcülərinə göz gəzdirirəm və baxıram ki, ən rahat atlatacaq bürc sizsiniz Dolça bürclər. Nəyə görə? Çünki siz daha çox günlük mövzularla yəni məşğul olacaqsınız. Məsələn, bundan əvvəl Oğlaq bürcünə video çəkmişəm. Bəlkə də o video 3 saniyə izlənər, ondan sonra pərt izlənməz. Amma sevgili Dolçalar, tək həyatınız hər zaman elə olsa, mən sizi bir əkizlər olaraq çox sevirəm. Amma biraz rutinlərinizi sorğulaya bilərsiniz. Görəsən düzgün yönətə bilirəmmi? Görəsən işimdə məndən məmnundularmı? Ay, təbii ki də məmnundular Dolça bürcləri. Siz olmasanız onlar nə edərlər? Və biraz zihinsel olarak yorğun ola bilərsiniz. Çünkü siz bilirsiniz ki, Zodiakın ən ağıllı ikinci bürcüsüz və ən ağıllı birinci bürcün idarə edici planetində bir retro var. İndi siz öz zəkanızı bir sorğulayın. Bu qədər belə deyim, sürətli düşüncələr və s. sizə necə təsir eləyər? Belə. Və bu retro sürəci qorxulacaq bir zaman deyil. Yəni narahat olmayın. Və keçmişə qayıtma. Bu sadəcə sizi idarə edən, sizə əlaqəli olan bir problem deyil Dolça bürcləri. Retro 12 bürcün 12'sini də qlobal olaraq keçmişə aparacaq. Gördüyünüz yoldakı heyvanı belə yəni keçmişə apara bilər. Çünki retro keçmiş sevgililərlə bağlıdır. Məsələn, səhər durdum, bayram deyə seyran deyir ki, yad bir nömrə və yaxud bildiyim bir nömrə, Instagramdan bir DM, TikTok'dan bir istek vesaire, Facebook'tan bir bildirim. Kimdir? Köhnə dostum, köhnə sevgilim. Çünki retrolar keçmişlə, keçmiş sevgililərlə bağlıdır. Və bu danışıqlıqlar, keçmiş münasibətlərlə bağlı danışıqlar, normal danışıqlıqlar olmayacaq. Biz niyə ayrıldıq? Niyə aramızda problem oldu? Niyə küstük? Niyə sən məni anlamadın? Niyə mən səni anlamadım? Kimi problemlər Dolça bürcləri. Bu kimi mövzular danışılacaq. Əmin olun ki, siz öhdəsindən gələ biləcəksiniz. Və sadəcə sizin retro dönemini daha rahat keçirmək istəyirsinizsə, birincisi huzur axtarışına keçəcəksiniz. Sizi necə deyim, yanında qorunduğunuzu hiss etdiyiniz xərçəng bürcü ailə ilə bağlıdır, ailəvi problemlərlə bağlıdır. Ailənizlə daha çox zaman geçirin. Təbiətlə daha çox zaman geçirin və zehninizdəki düşüncələrim
sıfırlayın. Yəni o zehninizdəki düşüncələri tamamilə susturun. Bilirəm, retro dönəmidir. Bir ay belə olacaq, amma olsun. Əminəm ki, sizin zehniniz bununla məncə baş ağrıda biləcək. Bundan əlavə olaraq, əgər siz də öz doğum xəritənizdən mən necə partnerlə birlikdə olmalıyam, təbii ki də bu dərəcələrə, evlərə görə dəyişir və yaxud mən hansı karyera sahəsinə yönəlməliyəm, mənim gizli qorxularım, zəif tərəflərim hansılardır bilmirsinizsə və bunu öyrənmək istəyirsinizsə, hal-hazırda doğum xəritəsi baxışı endirimdədir. Yay endirimlərimiz hələ də davam eləyir. TikTok səhifəm Astrotita, onsuz YouTube kanalımdan eynidir. Mənimlə əlaqə saxlaya bilərsiniz dolça bürcləri. Sağ olun, salamat qalın.